İndirmeye gelmişsiniz. Qanunsuz ət kəsimindən mübarizə tədbirləri davam etdirilir. Növbəti belə bir tədbir müvafiq dövlət qurumları tərəfindən Yasamal rayonunda həyata keçirilir. Kəsim burada edirsiniz, düzdürmü? Və boynunuzu alırsınız ki, kəsim burada edirsiniz. Biz yalan sevmirik. Nədir odur? Düzgün. Ətlərimi də kontrol edə bilərsiniz, hamısını. Heç birinin üzərində möhür yoxdur. Fark burada kəsildiyini özünüzdə boynunuza alırsınız. Nəyə görə bəs müəllim burada kəsirsiniz? Axı biz küçə kəsiminə qarşı mübarizə aparılır. Biz indi həmin kəsim qurğularını müvafiq qurumun icra hakimiyyəti ilə bərabər kəsim qurğusunu yerinə sökümlü həyata keçirdəcəyik. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə baytarlıq ekspertizasından keçmədən həm kəsimini etdiyiniz, həm ekspertiza sənədi olmadan ətlərin satışını həyata keçirdiyinizə görə barənizdə cərimə tətbiq olunacaq. Saxta peçatı mən alım gətirim bu dəqiqə. Vurum ətin üstünə. Qanunu oldu. Ətin üstünə peçat oldu, ət təmiz olur. At ətinə də peçat vururlar, nə olsun ki? Əslində burada satış necə aparılmalıydı? Kəsimə qoyaq hələ. Satış aparılmalıdır, belə deyək, müvafiq baytarlıq müşahidə edici sənədləri olan sənədlər əsasında ətlərin satışı aparılmalıdır. Hazırda gördüyümüz məhsulların, ət və ət məhsullarına, hansı ki burada sub məhsullar var, sub məhsulların və ətin üzərində möhür yoxdur. Cərimenizi ödememişim efendim. İndirmeye gelmişsiniz. Həftədə bir dəfə dana kəsir, ya da qoymadınız, imkan vermədiniz ki, danamızı... İçəridəki ətlərin zəhmət olmasa sənədini təqdim edin. Baxa bilərəm. Axırıncını kəsib gətirmişəm, əti də götür apar, kəsim tarixinə bax. Bax mənim, 117 kilo ət kəsir. Bəli, bax kəsim tarixinə də bax, bəli. Tamam, başa düşürəm. Bir dəqiqə səbir olun, zəhmət olmasa. Buyurun. Ətin, belə deyək, sənədin sizin alınma tarixi Bəli. düzdürmü? Məhv oldu. Məhv olmayıb, bir Bəli. məndə dinləyin. Buyurun. Zəhmət olmasa. İçəridə hazırda Buyur. Bizdən zəhmət olmasa. Baxın, içəridəki ətlərin... Bəli, çəkək. Baxaq görək, 117-dən artıq gəlsə, nə lazımdır cəriməni yaz. 70 kilo 60 lət qalıbdır. Müəllim, bax, mövcud müddəti bitib, ətin saxlanma Demək, əti satmaq olmaz. Qanuni olaraq ətin saxlanılma müddəti var. Və ətin saxlanılma müddəti sənəd üzərində də görünür ki, 20-si oktyabr tarixində bitmişdir. Mən ona görə sizə bilmək istəyirəm ki, yenisini özünüz kəsmişsiniz. Kəsməmişəm, bacım, kəsməmişəm. Satış olunmur, ət getmir. 5 günün əti çöldə bu formada ola bilməz. Baxın, ət çöldə... 800 manat cəriməli, onu da deyirəm, çəkin məndən. Bu nə tələb eləyir? Başı xarab deyil bunların Allah. Yatır durur, gündə bir şey fikirləşirlər. Rüşvət istəyir. Grajdanska Xəzərlə markalı maşınla gəlirlər, güdürlər. Ya pul verməlisən, ya bağlamalısan. Nə qədər pul? 30 manat, 20 manat, tasat tuturur. Bu özü verdiği sualdan heç xəbəri yoxdur. Qarşı tərəf dedi ki, bəs bizdən gəlib pul istəyirlər, 20 manat, 30 manat. Yəni sizin də adınız çəkdi. Bununla bağlı nə deyə bilər? Vallahi heç bir şey. Elə bir şey ola bilməz. Çünki biz həmişə qanun tələblərini icra eləmişik. Sənədlərdə 17-si baytarlıq müşahidə edici sənədi 17-si tarixində alıb və 20-si tarixinə qədər etibarlıq müddəti var. Hazırdakı tarixlə isə qeyri-uyğunsuzluq var. Buna istinadən biz ətin üzərində möhür də görmürük. Möhür və sənəd olmadığı üçün bu faktiki olaraq qanunsuz kəsimin birbaşa aşkar olunma halıdır. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə istinadən güc protokol tərtib olunacaq. Qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə tətbiq ediləcək.